Yani Allah Teala ne buyurur? Buyurur ki: "Vahfid lehuma cenahaz-zulli minar-rahmeh." Sən rəhmət qanadlarını zəlilliklə aç. Yəni sən etdiyin bu yaxşılıqları təvazökar şəkildə et. Yəni sən bu yaxşılığı etdiyin zaman, yəni düşünmə ki, böyük bir şey edirsən. Və bunu etdiyin zaman sən düşünməlisən ki, sənin onlardan daha çox ehtiyacın var. Yəni Allahın rəhmətinə. Yəni özünü daha möhtac hesab edərək sən bunu etməlisən. Yox, əgər insan qəlbində böyük bir şey etdiyini hesab edərək edərsə, ona heç bir faydası, heç bir savabı da yoxdur. Niyə görə sonraki ayədə Allah Teala buyurur? Rabbukum a'lamu bima fi nufusikum. Rəbbiniz sizin nəfsinizdə, yəni qəlbinizdə olan bilir. İn tekunu salihin fe innehu kana lil awwabin ghafura. Əgər siz salih olsanız, Allah Teala özünə tərəf dönənləri, tövbə edənləri, yəni bağışlayandır. Deməli yenə burada hara qayıdır? Qəlbə qayıdır. Yəni ola bilər o yaxşılıq, davranış qəlbdən necə doğur. Yəni etdiyin bu yaxşılıqlar necə olmalıdır? İnsan müti olaraq, təvazökar olaraq olmalıdır. Yəni insan qəlbində o ehtiyacı duyaraq, yəni etməlidir. Yəni necə ki məsələn digər yaxşılıqlarda bunu sələflər gətirirlər ki, insan bir kasıba yaxşılıq etdiyi zaman elə düşünməlidir ki, onun sənin verdiyinə ehtiyacı olduğu kimi sən isə ondan da daha çox Allahın rəhmətinə möhtac olduğunu düşünməsən deyə o sədəqə də səndən qəbul olunmaz. Xüsusən də insan valideynlərə olan, yəni yaxşılığı.